Səhriyə xanım ilə demişdim ki, işçilərimiz də burada yox idi. Bir də bəzi səbəblərə görə demişdim ki, bu illəri keçirməyək. İndi hər dəfə biz bu böyük keçirdik də. Gələn 55 illikdir, sağlıq olsun, gələnləri özümüz bir qəşəng tədbir keçirərik. Və bu yenə, yəni çox sağ olun ki, siz də oradan əziyyət çəkib gəlirsiniz. Mən düzü istəmirdim, lazım olsa yəni bir protokol gələrdik. Çox sağ olun diqqətə görə, həmişə belə diqqətli olun. Sevnan da görsən, öz bacısının qızını gətirib, bunun özü də bir təqliddir. Sağ olun. Yəni bizim elə sizlərin də, mən Səhriyə xanıma demişəm ki, bizim baş məhdçilərdə də sağ olun ki, münasibətimiz varsa, yəni bu ad günü bir bəhanədir, bir yerdə oturub, bir ayda bir dəfə, 2 aydan bir, 15 günə bir, bunu keçirməyin özü böyük şey. Ona görə sağ olun, təşəkkür edirəm hamıya. Çox sağ olun. Təbriklər bir daha aldığım ürəyəsin. Sağ olun, sağ olun. Pis hadisələrdən uzaq olub, xoş adət əsaslanmaq lazım. Onsuz da bu həyatda pis də olur, yaxşı da olur. Həm də çalışıb lazımdır ki, deyir ki, o belə bir deyim var, deyir, bu da keçir. Hər şey qaydasında ilə qalan tımzıqlıyır, deyir ki, yəni bir... Görən nəsə olur, hər şey qaydasında. İndi bu şeyi pozmaqdan ötürü səndən asıldır da, bir yaxşı bir xeyir işlən, bunu deyir Allah. Bəzi səbəblər indi məndən rahatsızmı ki, yəni... Bu səbəb yox. Şöyle deyil. Sən hər zaman... Nə oldu? Yəni elə Sevlan bəyə bir söz var, hər şey yaxşı gedəndə o da insanın tanıcaqdır. Arada bir belə pis şeylər olmalıdır ki, yaxşının qədrini biləsin. Pislər olmasa Allah'ın olsun biz yaxşının qədrini bilmərik. Bir də bizdə həyatda o bərkidən, bölgədən də o bərkə boşa düşməklərdir. Görsən, bəzi ailələr var ki, çox imkanlıdır, çox pulsuzdur, onların övladları heç vaxt bərkə boşa düşmür. Ona görə də gəlib müəyyən həyatın pilləsində ata-ana gedir, qalır ortada tək, hiçbir şey elə bilmir. Ona görə bu çətinliyə düşməklərimiz yaxşıdır. Mən də təbrik edirəm Elçin müəllim sizi, bütün kollektiv adından. İndi burada ola bilsin ki, heç kollektivin hamı iştirak eləmir, amma yenə də mən onlar adından sizi təbrik edirəm. Yaxşı ki varsınız. Gələn doğum gününüz keçən doğum günlərinizdən daha mənalı, daha sevincli, daha xoşbəxt olsun. Birinci növbədə sizə möhkəm can sağlıq arzu edirəm. Sağlıq olandan sonra hər şey öz yerini tutur. Bir daha təbrik edirəm. Allah verən ömrü, indən sonra verən ömrü sağlıqla, xoşbəxtliklə, sevinç dolu yaşayasın. Sağ olun. Çox sağ olun. Buyurun, Elçin müəllim sizdə. Elçin müəllim, Ölməm də Səhər xanım yenə çox sevindik. Orxan müəllimlə Törməm də məktəblə bağlı qaldılar ki, dedik ki, işimiz dayanmasın. Bir iki həmişə təbrik eləmişdir. Səhər qabaqdadır. Biz də sizi bu ad gününü ürəkdən təbrik edirik. İşimizdə həmişə uğurlar olsun işinizdə, həmişə canlı sağ olsun. Yəni, bu elə bir dönəmdir ki, üstə yaş gəldirsə adam müdürləşir. Adam məsələn, fərqli hiss edir, onu yaşası bilməlidir. Hər bir yaşın yaşamaq özünün gözəlliyi var. Allah bütün yaşları həmişə sağlamcanla yaşatsın, işinizdə uğurlar olsun, həmişə bir kollektivimizin başında olasan, ən yaxşı arzu canlıdır. Sağ olun, sağ olun. İçin mənim var. Bu günə də şükür, bu yaşda qeyd etməyə Allah imkan verdi. Allah indən sonra sağlam can sağlam, nə ömür veribsə, sağlam can sağlam versin. Ondan qiymətli heç nə yox. Sağ olun. Sağlam can sağlamdan iş də, hər şey də öz axarından gedəcək, hər şey öz yerinə gedəcək. Sadəcə sağlamlıq hər şeydən önəmlidir. Mən sizə sağlam can sağlam verirəm. Sağ olun, sağ olun. Çox sağ olun. O deyir, şeyləri mən oxuramamsa, xoşbəxt adam odur ki, ətrafında həmişə, indi doğrudan da bu günləri sizi görməyə doğrudan da çox şad. Səhriyə birlikdə mən həmişə burada danışıram ki, biz kimlə oturuq, kimlə oturduğumuz adamların içində də gərək sən orada olanda ürəyin güvələr. İndi düzür, siz gəldiniz, sevindim, həqiqətən də istəyirdim ki, bir axşamda sabah onu səhərlənib gələcəyik. Onu da eləyəcəyik o. Yəni biz hər dəfə görüşəndə ürəyimiz açılır. Elə adamlar var ki, o sənə hər dəfə dəvət edir, sən qız edirsən. Elə adam var ki, heç dəvət eləmədən deyirsən ki, bunlar bir dəfə görür. Sağ olasın. Sağ olun. Amma stolun üstündəki, stolu bəzəklərin üstündəki neymətlər deyil, ətrafında oturan insanlardır. Mən sizin o sözünüzdən razıyam. Ən başında çox. Bəli. Çox sağ olun müəllim, siz də mənim dəvətimi qəbul elədiniz. Çox sağ olun, minnətdaram. Başqa yəni açıqı başqadır, gözləyirdik ki... Yox, gələn deyir, onu gələnlər, sən öyle bilirsən ki, mən oraya mən də bu illərin müəyyən səbəblərdən heç ki. O bizdən bir şey deyəndə gərək özünün də ürəyin açılar ki, onu eləyəsən. O yalandan üzdə eləməklə ürək onu Allah o imkanı versin ki, bütün o
problemlər Hə, olmaz. sağ olsun. Gələnləri İnşallah. qəşəng usul eləyib onu bir qəşəng İnşallah. Böyük məmnuniyyətlə. Var Çox olsun. sağ olun. Sən Hazırdır mənim sizin rəsmim. şən olar, xoşbəxt olar. Bu bizi bütün valideynlərin çalışdığı övladlar üçündür. də. Allah bizi o niyyət elədiyimiz yerə kimi aparsın ki, görək ki, hə, bu uşaqlarımız da xoşbəxt. Onu gül yanır. Təbriklər. Yüz yaşa, yüz yaşa. Sen bu abi şampiyon ha mesela Kesin değil mi? şu rezin kötü bir şeydi. Görsen özde şeydi rezinle. Yaş, yaş. Ana sen görmedin hem orada